Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Həmd olsun aləmlərin Rəbbi olan Allahımıza. Şükürlər və həmd sənə olsun ki, Allah bizi ehtiyacı olmadığı halda xəlq elədi. Biz bir yandan xoşbəxt varlıqları, xoşbəxt insanlarıq. Çünki bu qədər kulli aləmdə, bu boyda kainatda Allah yaratdığı xilqəti aləmdə insana əhsən deyibdir. Bu zarafat bir söz gəlməsin ha sizə, sıradan bir söz gəlməsin. Müdir bizi tərəfindən sevinirik. Müəllim şagirdi tərif eləyir, şagird sevinir. Ustad öz tələbələrinə dərslərdə, məclislərdə, canlı yayımlarda xoş sözlər deyəndə o tələbəyə xoş gələr. Və ya bir mükafat alanda, mükafat qədər dəyərli olan bir xoş söz eşidəndə insana bir ləzzət eləyir. O bizim ruhiyyəmizdə var da, xoş söz eşitməyə sanki ehtiyaclıyıq. Axı özümüz də ehtiyaclı varlığı. Gözəlliyə də ehtiyacımız var. Gözəlliyə ehtiyac deyəndə təkcə bu da hansısa bir mükafatdan, paydan getmir. Xoş sözdən də ehtiyacı var. Düzdür, ən çox eşitməyə ehtiyacı olan varlıqlar xanımlardır, amma bu da ümumi insan faktoru var. Həm kişi, həm qadın hər biri sevməyə, sevilməyə layiqdir, xoş söz eşitməyə layiqdir. Ona görə biz sevinməliyik. Bu bəndənin bəndə tərəfindən qiymət görəndə aldığı, keçirdiyi hissdir, gözəllikdir. İndi bir də var, Allah sənə əhsən deyib. Heç sən deməmsən hələ. Hələ bir şey eləməmsən, amma Allah sənə əhsən deyib. Belə Allahı sevməmək olar. Adətən bizə bir işin müqabilində əhsən deyərlər. Adətən bizə yaxşı iş görərsən, əmr və məruf eləyərsən, nəhyaz münkar eləyərsən, bir iməzlikdə iştirak eləyərsən, nə bilim bir kasıb qapısını döyərsən, bir fəqri ziyarət eləyərsən, məsələn bir ictimai tədbirdə çıxış eləyərsən, fəallıq göstərərsən, hər hansısa bir seminarlarda, tədbirlərdə aktivlik göstərərsən, mükafat alarsan. Yəni bu işin müqabilində. Amma sən hələ bir iş görməmişsən, Allah deyib, əhsən, gözəl. Bir dənə kifayətdir ki, biz özümüzü düzəldək. Bir dənə bu söz kifayətdir ki, özümüzü düzəldək. Adama bundan artıq qiymət verməzlər ki. Bir halda ki, Xaliq bəndəsinə əhsən deyibdir. Bəs biz nə eləyək? Biliyimizi artıraq. Dünya görüşümüzü artıraq. Peyğəmbərlərin dünyaya gəlmə, insanlara ilk işi bu olub ki, insanlara dünya görüş formalaşdırsın. İnsanlarda bir baxış bucağı formalaşsın. Baxış bucağı formalaşmasa yəqza olmaz. Yəqza nədir? Yəni oyanış olmaz, agahlıq olmaz. Mən bir şeyə çatmalıyam, mən bir şeyə məlumatda olmalıyam. Mən bir informasiya sahibi olmalıyam ki, özümü düzəldə biləm, özümdə bir dəyişiklik eləyə biləm, nizam-intizam yarada biləm. Əks halda bu mümkün deyil, bu alına bilməz. Bu kör-körana təqlid olar. Bu da bir məna olmaz ki, bir yaşayışımıza bir hikmət olmaz, bir bərəkət olmaz ki. Biliyimizi artırmaq üçün iki dənə yol var. O da budur ki, Ramazan ayının xüsusiyyətlərinə və sirlərinə bələd olaq, bu mübarək aydan daha çox faydalanaq. Baxın, Ramazan ayının xüsusiyyətlərinə və sirlərinə bələd olaq ki, bu ayın hansı xüsusiyyətləri var, hansı sirləri var. Təbii ki, bunun üçün şəraitlər də olur, bunun üçün zəmin də olur. Biz özümüzlə zəmin yaratmaq, hətta bir dəfə yarı zarafat, yarı ciddi dedik ki, insan gərək Ramazan ayında Allahla görüş üçün, buna liqaullah deyərlər, Allahla görüşsün, əvvəldən tədbir görsün. Belə olmasın ki, 11 ay mən yeyim, içim, nə gəldi, özümə diqqət eləməyim, orqanizm yüklüyüm, yağlı yiyim, turş yiyim, şirin. Adam var, tortdan əl çəkmir. Deyir, mən tortsuz dayana bilmirəm. Adam var, üzr istəmir ifadə, necə gəldi o turşdan istifadə edir, yeməyə qatır eləyir. Deyir, mən turşsuz. Və bir hətta gəlib çıxır ki, Ramazana gələndə deyir, mən ağrıyıram, mən narahatam, mən oruç tutmaq olmaz. Mən başa düşdüm, düz deyir, yalan danışmır. Bəli, həqiqətən də bu adam xəstədir, narahatdır.
Bir bədən üzründə bir problem var. Amma sən problemin həlli üçün çalışmadın da, düzdür? Çalışmadın axı. Biri sevdiyi adamı xoş görsənmək üçün diyet saxlayır. Üzürsən bu ifadələrimə görə. Biri gözəl görsənmək üçün kosmetik vasitədən istifadə edir. Müəyyən vasitələrdən istifadə edir, ətirdən istifadə edir. Biri sevdiyi xanıma xoş görsənmək üçün yaxşı libas geyinir. Özünü xarizmatik göstərir. İstəyir ki, bu baxanda xanımın xoşu gəlsin və qəşəng bir ətir vursun. Saç düzümü olsun, saçın yaxşı. Adamlar var, görmürsünüz, belə, mən demirəm, vasvasıdırlar. Belə tip adamlar var. Saçın hansısa teli nə barədə əyri düşə. Bərbərə irad bildirir. Ki, saçın burasını beyillə. Və ya məsəl üçün da donumun bu düyməsində, hicabın burasında yaxşı durmadı. Bunu, nə bilim, kəlaya fason istəyirəm. Necə tədbirlər görür, incə detallara diqqət edir. Sən də mübarək Ramazan ayında Allahla münacat eləmək üçün, Allahla ki, görüşmək istəyirsən, dərdi və onu demək istəyirsən və müqəddəratı və həll eləyən gecədir bu gecə ki, əhya gecələri daha doğrusu, sən də hazırlıq görməlisən da. Sənə deyirlər ki, bir dənə gecə var, sənin həyatın o gecə həll olur. Neyniyərsən? Sənə deyirlər ki, bir dənə gün var, ali məktəbə həmin gün imtahan verəcəksən. 2 il qabaqdan valideyn səni hazırlığa qoyur. Övladımızı, indi uşaqlar qalmır da, başa düşümü qoyub valideynlər deyək. Valideyn övladını müəllim yanına qoyur, repetitor yanına qoyur. Niyə qoyursan? Və niyə özünü hazırlamırsan? Ramazanın xüsusiyyətlərini, sirlərinə bələd olmaq istəyirsən, gərək bu aydan fayda götürəsən, əvvəldən özünü hazırlamalısan. Necə? Zamanın qədrini bilməlisən. Ömür sərmayəsi. Biz ömrümüzün sərmayəsini bu ayda və digər aylarda yaxşı yerlərə, yaxşı insanlara xərcləsək, bilirsin nə qədər xoşbəxt olarıq. Xoşbəxtliyin açarları çoxdur. Çoxdur. İnsanda öyrənmə hissi var. Bilikli olmaq, hər şeydən məlumatlı olmaq, maraqlı olmaq, maraqlanmaq. Və bunu daha da genişləndirmək üçün, inkişaf elətdirmək üçün biz zamana diqqət eləməliyik. Ömrümüzü sərfiyyatını nəyə sərf eləməliyik, onun üçün istifadə edirik. Məsələn, biri evdə evini, otağını qızdırmaq üçün istilik peçindən istifadə edir, qızdırıcıdan istifadə edir. Məsələn, qızdırıcı nə zaman yandırır? Körpə uşaq evini daha çox yandırır. Ki, daha çox onda istifadə, daha fayda versin də, boş-boşuna peç yanmasın. Ki, yaxşı, boş yerə sərf olunmasın, əbəs yeri yanmasın. Mənəvi oyanış istəyirsən, özündə agaqlıq yaratmaq istəyirsən, yəqza deyərlər buna, yəqizə, yəqza. Gərək vaxtı boş keçirməyəsin. Hətta sakın, ömrümüz əriyən buza bənzəyir. Bir də baxacaqsan ki, ay Allah, 5 il bundan qabaq müharibə olmuşdu. Nə tez vaxt keçdi. Heç yəqin demişsiniz da, tez demişsiniz özünüzə ki, vaxt nə tez keçdi, ay Allah. Elə bir dünən sırağayın olub bu hadisə. Üstündə nə qədər vaxt keçibdir. Bir dənə Arifdən soruşurlar ki, zamanın qədrini hardan öyrəndin? Hardan bildin bu zamanın qədrini? Deyir, mən bu zamanın qədrini bazarda sərmayəsi əriyən bəndəyə rəhm edin deyə qışqıran bir buz satan var. Mən bilmirəm, isti ölkələrdə olmuşsunuz ya olmamışsınız, xüsusən ərəb ölkələrində. Qoy biraz da açıqlama verim. Ərbəyin mərasimində olmuşsunuz yəqin, xüsusən yay aylarında. Ərbəyin mərasimində iştirak edən qardaş bacılarımız var, görərlər, buz satırlar orada. Bəli, adi buz. Bəlkə də bizə qəribə gəlir də, məsələn, buz su var da, sərin su yox. Bəzi isti ölkələr var ki, orada buz satırlar. Suyu doldururlar, buz olur, satırlar o buzu. Xüsusən ərəb ölkələrində bu hal daha dəbdir, daha belə ənənəvi satış məhsullarındandır. O ki, bir nəfər ki, buzunu satır, buz daha gərək həmin dəqiqə alınsın axı. Yoxsa yavaş-yavaş əriyir. Sən çıxarsan satışa buzu, gün vurur, əriyə bilər. Ona görə deyir ki, bağırır da, qışqırır ki, buz var, buz var, buz var, buz var, kim istəyir, buz var. Hətta mən bilən bu
Elə bizim bu əvvəlki illərdə də, Sovet dövründə də, xüsusən bu Sovet hakimiyyət vaxtında da buz satardılar, su, adi su. Sərin su var, sərin su var. Çıxardılar uşaqlar küçələrə, avtobusların qabağına, maşınların qabağına gül satarlar və ya su satarlar. Görmürsünüz, adi isti yay vaxtlarında bir dəstə güllə görsə hansısa bir cavan oğlandı, bir cavan xanımdı, gəlir maşınların qabağına. Deyir, kim gül istəyir, Allah sevdiyin qıza bir gül al. O narahat daxil, çünki gül satmağın bir vaxtı var. O gündüz vaxt çıxa bilir. Gündüz vaxt çıxır, gün onu öldürür, soldurur. Adətən ya gecə, axşam, səhər sərin çıxırlar ki, gülsü olmasın, daha yaxşı təqdim olunsun. Deyir, mən də zamanın qədrini bax onlardan öyrəndim. Həmin Arif deyirdi. Yəni, insan ömrü hər sayəsi bir əriyən buza bənzəyir. Ramazan ayı bizim bu ömrümüzün içərisində ən qızıl dəqiqələrdir. Ramazan ayı ki var, bu bizim həyatımızın ən qızıl dəqiqəsidir. Bu qədər ömrümüz 11 ay, 12 ayın içərisində şahdır, sultandır. Bu ayın qədri bilinmək daha gözəldir, daha mühümdür. Əlbəttə, hər zaman lazım, bu ay daha mühümdür. Ramazan ayında gələ biz vaxtımızı boş yatmaqla keçirməyək. Yatmaq deyib, ibadət edib, ancaq yatmağın üstünü verməyək. Və ya vaxtım keçsin, seriallara baxım, TV-də kinolara baxım. Və ya boş-boş canlı yayımları dinləyim, diqqət edeyim. Hayıfdır o, bəzən insanlar görsən, bir canlı yayıma keçirlər, bir ötürürlər, videonu belə baxırlar, vaxtları edir. O hamısı yazılır, an yazılır. Sən bu vaxtı harada sərf edəcəksən. Əleyhisselam deyir ki, vaxt qılınc kimidir. Sən onu kəsməsən, dəyərləndirməsən, o səni kəsəcək. Çox maraqlıdır. Ötürdüyümüz zamanlar, dəyərini bilmədiyimiz vaxtlar bizi kəsəcək. Yəni əzab verəcək bizə. Əzab. Sən gedib filan işlə məşğul ola bildin, amma getmədin. Vaxtı boş-boşuna xərclədin. Ramazan ayı rəhmət əsintisidir. Peyğəmbər sallallahu buyurur ki, həqiqətən Rəbbimiz, yəni Rəbbinizin sizin ömrünüzün günlərində rəhmət əsintiləri var. Özünüzü o əsintilərə verin. Yəni onlardan yararlanın. Məhz o Ramazan ayıdır. Çünki Allahın məxsus nəzəri var bu ayda. Gərək bu fürsəti əldən verməyək. Ağıl sahibləri bunu əldən verməyəcək. Ağıllı insanlar həyatın yaşayışını başa düşür, anlayır. Bəsirətli insanlar öz zamanına diqqət edirlər, geyinmə diqqət edirlər, yediyi qidalara diqqət edirlər. Nəfslərinə yox deməyi bacarırlar. Allah dostları bu cürdür. Qiyamət günü bizim 4 dənə şeydən sorğu sual, çox şeydən sorğu sualımız var, amma zamanla bağlı, məsələn, 4 şeydə qiyamət günü sorğu suallar, bunun ikisi zamanla bağlıdır. İkisi zamanla bağlıdır. O da budur, ömrünü harda çürütdün? Ömrünü harda çürütmüsən? Harda gedib bu ömür? Gəncliyi harda qocatdın? Bəzi insanlar var, dəyər qiymət verməyəndə, nə deyir hədisdə? Deyir, cavanlıq nə olan şeydir, qocadan soruş. Sağlamlıq nə neymətdir, xəstədən soruş. Çünki biz vacib məsələləri qoyub, başqa işlərin dağınca qaçanda bir də baxacaq, vaxt gedibdir, zaman keçibdir. Çünki bizim içimizdə bir istək var, arxayınçılıq istəyi. Daha doğrusu rahatlıq üzr istəyirəm. Biz komfort həyat istəyən bir canlılar, varlıqlarıq. Bir diskomforta uyğunlaşmamışıq. Diskomfortdan xoşumuz gəlmir. Çünki bizim ruhumuzun, bizim başımızın tacı, sosial məsələlər bizim başımızın tacıdır. İndi belə deyirəm, əzizlər biraz səhv anlayacaqlar və demirəm, gedib işləməyən, çörək pul qazanmıyor. Yox, bunlar lazım, bunlar ibadətdir, lazımdır. Amma o qazanc dalınca getmək bizə Allah xatırlatmayacaqsa, bunun bir mənası da olmayacaq, bir faydası da olmayacaq. Məşhur hədisdə, hədisi bilirsiniz, İmam Sadiq əleyhissalam yanına bir nəfər gəlir, üzr istəyirəm, bir nəfər gəlir İmam Sadiq əleyhissalam yanına, deyir, mən istəyirəm biraz səfərə çıxam, işin bir bağda zəifləyibdir. Mən istəyirəm, qazancım yaxşı deyil, biraz ehtiyaclarım var. Filan səfərə çıxmaq istəyirəm, nə məsləhət görsün, mən çıxım ya çıxmayayım o səfərə. İmam buyurdu ki, getmə, bu səfərdə xeyir yoxdur.
Gəldi evə, oturdu, fikirləşdi ki, mən gedim ya getməyim. Görüyor, ehtiyac var da. Bir dənə söz deyim sizə, əzizlər. Baxın, bu sözü bir dəfə demişik dərslərin birində. Bilməm necə başa düşəcəksiniz. Bu deyib keçirəm üstündən bu sözün. Bizim şəxsiyyət kimi formalaşmağımızda və ya uçuruma getməyimizdə ən əsas məsələ ehtiyaclardır. İndi necə başa düşürsünüz, başa düşün. İstir maddi, istir mənəvi, istir fiziki, istir ruhi. Bizim yolumuzu azmağımızda da ehtiyac əsas rol oynayır. Bizim müvəffəq olmağımızda da ehtiyac əsas rol oynayır. Hətta saxlayın, bizi çox zamanda günaha getməyimizdə səbəb istir maddi olsun, istir cismani olsun, istir mal mülkdən olsun, istir dünya sevgisi olsun, insan məhəbbəti olsun, şəhvət olsun, ehtiras olsun, qəzəb olsun. Axtarıb dərinə geçsək, hamısının kökündə ehtiyaclıqdan olan günahlarıdır. Bir ehtiyac yarandı və sən o ehtiyacını günah etməklə ödəməyə çalışdın. Ona görə əzizlər, tələbələr, qardaş bacılar diqqətli olun məsələdə. Bir şeye ehtiyacın var, çalış ki o ehtiyac səni günaha salmasın. O ehtiyac səni günaha aparmasın. İmam Sadiq Aleyhisselam buna dedi, getmə, xeyir yoxdur. Getdi səfərə. Getdi, qəşəng də qazanc əldə elədi. Yaxşı da bir qazanc əldə elədi. Gəldi elə ilk işi bu oldu. Dedi elə evə gedən kimi imamla görüşürsən. Bu nə hikmət? Axı imam sən mənə demişdin, xeyir yox, bizdə adətdir axı. Birinə bir şey eləmə deyəndə elə bilirlər onun xeyrinə demirik, onun ziyanı deyirsən. Birinə bir məsləhət gəlib, bir dənə dövrə çıxmışıq ki, birinə məsləhət ver, deyir, yəqin paxıllıqdır mən. Bir dənə təcrübə eləyin. İstəmərəm ha bu duruma düşər, sizin haqqınızda bu şey düşünsün. Bəlkə də təcrübə eləmişsiniz. Birinə bir dənə məsləhət ver. Elə biləcək ki, sən onun paxıllığını çəkirsən. Niyə? Onun ətrafında 5-10 dənə dırnaqarası padruqaları var, rəfiqət dostları var. Onlar ona o qədər xoş sözlər, tərif yağdırıblar ki, sən çox yaxşı qızsan, qəşəng oğlansan, bomba oğlansan, sən belə falan. Biri gəlib buna bir irad bildirəndə, irad bildirən olur düşmən, onu tərifləyən olur dost. Bu dövrə gəlib çıxmışıq. Təəssüflər olsun. Əleyhisselam dedi, iman saxlamaq əldə köz saxlamaq kimidir. Birinə məsləhət də verə bilmirsən. Məsləhət verəndə səni düşmən kimi görür. Halbuki ən yaxın dost elə məsləhət verəndir. Mənə çəkindirəndir, mənə tərif eləməyəndir. Bunu başa düşsə insan, mömin başa düşsə, əlbəttə mömin bunu başa düşür. Ağla sahibləri bunu anlayır. Səni tənqid edənləri sən qəbul edə bilirsən, yoxsa yox. Sənə irad bildirənləri həzm edə bilirsən, yoxsa yox. Bu çox mühüm məsələ, çox önəmli faktordur. Gəldi imamın qapısına, ilk işi bu oldu. Ya imam, sən mənə demişdin axı, getmə, amma mən getdim, əla qazansla gəldim. İmam bilirsiniz nə dedi buna, İmam Sadiq Aleyhisselam? Dedi ki, filan vaxtı, filan günü, filan saatda sübh namazını qəzaya vermişsən. Düz. Bunu deyəndə adamın rəngi qaçdı. Halı dəyişdi. Dedi, bəli, qəzaya vermişəm. Dedi, mən o ziyanından danışırdım sənə. Yoxsa mən maddi şey demirdim ki sənə. Allah ruzi verən də, Allah rəzzaqdır. Bir gün gec, bir gün tez. 3 gün gec, 5 gün tez. Həmişə yarı zarafat, yarı ciddi bunu deyil. Bir gün ət yiyərsən, bir gün sup yiyərsən. Bir gün sup yiyərsən, bir gün şörəkbək, bir gün soğan çörək yiyərsən. Amma Allah ruzi verən də, Allah həşəratın da ruzisini verir. Allah heyvanların da ruzisini verir. O tez-tez misal çəkirik. Dünyada ən böyük oxuyan sakit oxuyandır. Ən dərin çökəkliyi, mariyan çökəkliyi sakit oxuyanda. O çökəklikdə də yaşayan gözlə görülməyən mikroorqanizmlərində Allah ruzisini verir. Baxın ha, gözlə görülmür. Mikroskopa qoysan 200 dəfə, 500 dəfə bunu böyütməklə o orqanizmi sən görə bilirsən. Amma Allah o gözlə görmədiyimiz o kiçicik hissə canlıların da ruzisini verir. Deməli, ruzi ağılla ölçülmür. Ruzi elmlə ölçülmür. Ruzini Allah verir.
Çox çalışarsan, az qazanarsan və ya az çalışarsan, çox qazanarsan. Bu da mühüm olan bərəkətli olmasıdır. Az ya çox olması, adam var, neçə min maaş alır ayda. Amma bütün elə problemlərə gedir ki, ortada heç nə qalmır, bərəkət yoxdur. Adam da var, az maaşla külfət dolandırır. Ki, belə insanlar da cəmiyyətimizdə az deyil. Adam taksi sürür, həm ailəsini dolandırır, həm kirə pulunu verir, məsəl üçün, həm uşaq oxutur, həm qız götürür, həm oğul evləndirir. Halal zəhmətlə, bərəkətlə iş görür ona görə. Əlbəttə, o imkanlı şəxslərin içində halal zəhmətlə qazananlar var. Bizdə belə bir şey formulaşmasın ki, imkanlı şəxslər hamısı haram ilə. Xeyr. Heç bu düşüncə düşünməyin, əstağfurullah. İmkanlı olmaq o demək deyil ki, bu adam haram yiyir. Əstağfurullah. İmkanlı olub halalcada iş görən insanlar da var. Halal zəhmətindən o səviyyəyə çıxan insanlar da var. Biz deyə bilmərik ki, kim eləməz kasıbların da içində haram yiyənlər də var. Bu tək haram yemək təklə halal varlığa yazılmayıb ki, kasıbda da bu hallar baş verə bilər. Xülasə, indi sözümüz nədir? Zamanımızı harda keçirmək və kiminlə keçirmək bu mühümdür. Ömür sərmayəsidir. Ömrümüzdən gedir. Gəncliyimizi, cavanlığımızı nəyə həsr eləmişik? Baxın, artıq Ramazan ayının 5 günü geridə qaldı. 5 günü geridə qaldı. 6'da bir hissəni geridə qoyduq. 30 günə 29 gündə belə deyək. Artıq Ramazan ayının 6'da bir hissəsini, o məğfirətin, o rəhmətin artıq 10'da birinə yaxınlaşırıq. Bu 6 gündə biz nə əldə elədik, nə başa düşdük. Bu geridə qalan 24 günü, 23 günü elə yaşamalıyıq ki, bayram günü kaş daha çox ibadət edərdim deməyək. Çünki bir dənə fürsət bir də düşməyəcək əlimizə. Nə çox əzizlərimiz var idi. Bugün də dostlardan birinin dəfn mərasimi, üzr istəyirəm, 3 mərasimində idi. Seyid Vidadi qardaşımız, Allah ruhunu şad eləsin. Ramazan ayı başlamamışdan qabaq görüşmüşdük, hal-əhval soruşmuşduq. Hər il Ramazan ayında mənə o astronomik ulduzların atırdı. Hansı saatda ay daxil olur, nə zaman ay çıxır. Onlar hər gün mənə atır, dualar mənə atırdı. İndi telefona baxıram, heç bir mesaj gəlmir. Oğlu status qoyub ki, atamın 3 mərasimi Babək prospektində Mədinə mərasim evindədir. Dedim, ay dünya, ah bu dünyanın əlindən. Sən nə qədər vəfasız dünyasın. Ömrə vəfa yoxdur ki. Ömrə vəfa yoxdur. Sabah eşidəcəksən ki, hansısa bir ustad dünyasını dəyişib. Hansısa bir tələbə dünyasını dəyişib. Hansısa bir qardaşımız, bir bacımız dünyasını dəyişib. Yadda saxlayın, sabah edirəm deyənlər həlak oldular. Diqqətli olun. Bugün sabah eləmə. Bu fürsət bir də ələ düşməyə bilər. Fürsəti dəyərləndirmək lazımdır. O, Məkarimul Əxlaq kitabında, üzürsəm, Məkarimul Əxlaq duasında İmam Zeynəl Abidin Həsən gör nə gözəl buyurur. Buyurur ki, Allahım, mənim ömrümü sənə itaətdə keçəcəyi təqdirdə uzat. Yəni, bu ömür sənə ibadətlə məşğul olacaqsa uzat. Əgər ömrüm şeytanın otlağına çevriləcəksə, əzabı mənə yetişmədən canımı al. Bəzən hərdən bir can atırıq, 70 il ömür sürək, 80 il ömür sürək, 90 il ömür, adətən 50-60'da bir xüsusi həvəs var da, heç olmasa bir 60'a qədər, 70'ə qədər yaşaya bilim. 70'də nə olar da məsəl üçün, adətən bu cür deyirik. Amma əgər o ömrü mən bihudə keçirəcəmsə, haram musiqilərdə keçirəcəmsə, gözüm onun bunun namusunda olacaqsa, gözüm naməhrəmə baxmaqda keçəcəksə, istər qadın olsun, istər kişi olsun, naməhrəmə baxmaqda keçəcəksə, imam deyən, al bu ömrümü deyir. Al bu canım. Xüsusən gərək Ramazan ayında gərək biz bu əməldən uzaq olaq. Gərək xüsusən diqqət edək. Vay o insan halına ki, bu aydan istifadə edilmə ən bədbəxt insanlardılar. Ən bədbəxt insan. İndi kimsə ola bilər istisna haldır, xəstəliklə bağlı oruç da bilməyərlər.
İş elə bir iş də ola bilər ki, alındıra bilməz. İstisna hallar olar. Amma bu o demək deyil, oruç tutmayanlar oruç tutanların yanında yemək yeməlidir. Oruç tutmayanlar pis söz danışmalıdır. Nə bilim, çox mənasız verilişlərə baxmalıdır. Çox bihudə zaman keçirməlidir. Bu o demək deyil ki, gedib harda gəldi gəzməlidir, vaxt dövran keçməli. Xeyr, belə deyil. Oruç da bilmirsən, başa düşdür, lap yaxşı. Allah qismət eləsin. Amma sən də diqqət eləməlisən, çəkinməlisən. Xüsusən oruç tutanların yanında o işləri görməyəsən, haram musiqilərə qulaq asmayasan. Kimisə ictimaiyyəti narahat eləməyəsən. Bir küçənin içindən keçəndə musiqinin səsini verməyəsən. Qəbirstanlığın yanından keçdi, musiqinin səsini al, ya söndür, ehtiram elə. Ən azından gündüzü məsciddə keçirdi. Məscid namazında iştirak elə, cəmaat namazında iştirak elə. Ömrünün ən gözəl çağlarını qurban verən şəxs deyəndə ağlımıza ilk kim gələ bilər? Bu bizim üçün bir dənə nümunədir. Kimdir o da? İmam Hüseyin Əsəlamın övladı Həzrəti Əli Əkbər əleyhissalamdır. Ki, zamanında ən çox Peyğəmbərə oxşayan şəxsiyyət idi və ən gözəl çağını şərafətli ömür sürdü. Uzun ömür sürmədi.